qədər? 1.717.540 manat. Neçə kvadratlıq evdir? 400 deyək də. 400 kvadratlıq evə 1.717.540 manat pul xərclənib. Beləmi? Sən elə də, mən nə deyirəm, sən onu eləməlisən. Nə qədər? 3 sandır. 3 sandır otağın o başından, bu başında, divarlarda, paralelliklərdə fərq var. Açdığım qədər onu işləmişəm. Çünki 90 dərəcəni mən özə dedim ki, pulu ayrıdır. Dedi, yox, sən nə danışsın, o da kimdir onun şeylər. O deşikləri deyəsən havalandırma açıb. Yox, o deşiklər sonradan özləri açıb, şunu apardı. Özünüz görmüşsünüz də, kafe ustasında nətər işlib aşağıda. Qəşəngdir. Problem yox. Mən kafe ustasında problem görməmişəm. Pulun vermir. Sən işlə, mən evyəsinə pul almalıyam. Sürəsin buranı qutarmalıyam, mən pul almalıyam. Çox dəyərli izləyicilərimiz, artıq vəziyyət budur. Siz oradan da ölçüsünüz, bu tərəfdən də ölçüsünüz. Nə qədər? 3 sandır. 3 sandır otağın o başından, bu başında, divarlarda, paralelliklərdə fərq var. Ailəsilik törədirdi. 90 dərəcədə keçən əvə baxanda fərqlər var. Müəllim də deyir ki, qardaşlar deyir ki, bizə 90 dərəcə ilə danışılmıyor bu şeylər. Divarlar 90 dərəcədən danışmıyor Maliyaka. Mən baxdım, amma sən danışılmıyor, o da yığıbdır. Yox, şey var, cüzi fərq. Cüzi fərqlər mi? Mən açdığım qədər onu işləmişəm. Çünki 90 dərəcəni mən özə dedim ki, pulu ayrıdır. Dedi, yox, sən nə danışsın, o da kimdir onun şeylər. Halbuki mən deyirəm sənə, şkatın üstündə mən mayak qurmuşam. Bir dənə sual verim sən, sən neçə dənə ustan işləyib burada? 4 dənə. 4 dənə ustan sənin burada interyerdə, təmir işində işləyib. Çöl işində işləyən olub səndə? Çöl işində başqa ustalar. Sənin ustaların? Ha, olub. Sənin ustalarından? Mallar işində. Maliyar, çöl işi, kafe işi. Hamısı çoxsu mən ustalarım. Sənin ustaların. Pulları verib, amma bəziləri qalıb, ana kafe işin qalıb. Bu çöl işləyənlər narazı gedib. Yəni bunlar pulu gecikdirə, o da çıxdı getdi Türkiyə. Vay. Sənin etirazın yoxdur çəkilişə, paylaşıma. Yoxdur, heç bir problem yoxdur. Allah köməyin olsun. Hamısı kömək olsun. Baxdım, bayaqlar çıxdım, plakana qoymuşdum, baxmışdım, alçıvan altdan divarlı dəmirlərlə yığılıb. Yəni alçıvanda heç bir problem yoxdur gördüyüm qədər. Alçıvan ustası maşallah yaxşı işləyib, amma o deşikləri deyəsən havalandırma açıb. Yox, o deşiklər sonradan özləri açıb şunu apardı. Ha, tokları at var. Demirəm, ona deşik, patolog, bilməm burada, bilməm, görsənlər yoxdur. Qıvada deşiklər atırlar, şunları təzən atırlar. Ha, Patolog hamısı qutarıb, təzənə şunu atırlar. bildim. Yadlarından çıxır. Yoxsa yəni alçıvan ustasında problem yox. Hamısı mən gətirmişəm. Kafe ustası, basen ustası, bu keramik çoxsun, divarla hamısı mən gətirmişəm. Bütün ustalar sən Mərmər gətirmişsən. ustası mən gətirmişəm. Alçıvan ustası mən gətirmişəm. Bu mərmər vuranları mən gətirmişəm. Pilləkən ustasını daxil. Sonra yuxarıdakı məsələn kafenin yarımçıq işləri qalmışı mən gətirmişəm. Qarajda kimi, aşağı padvalın məsələn kafelərə kimi mən gətirmişəm. Öz adam tapa bilmir. Mən başa düşürəm, mən çox vaxt mən videolar çəkəndə, mən baxıram ki, usta nəyisə düz eləmir. Çox vaxt ustanı görürəm, eviyyəsi görürəm, ustanı görə bilmirəm. Təbii ki, hər kəs öz tərəfini tutmağa başlayır. Çox vaxt deyirlər ki, bəs ustanın pulu verir. Mən bir dəfə də eşidirəm ki, yəni açıq deyəcəm. Deyirlər ki, sən elə də, mən nə deyirəm, sən onu eləməlisən. Bu biraz səhv yanaşmadır. Sən usta yazıq neyləsin? O da deyir, ağa deyir, sür dəriyə də. Deyim ki, sən işlə, mən evyəsinə pul almalıyam. Sürəsin buranı qutarmalıyam, mən pul almalıyam. Onun üçün də o sistemlər şey olur. Bunu təsdiq edən başqa kimsə də var sizdə? Var, niyə yoxdur ki? Yəni, sizlə işləyən Mümkün kimsə. danışa bilərsən, problem yoxdur. Səsiz də. O var, niyə yoxdur ki? Mən boyun qasımla biləm, mən nə işləyənlər hamısı təsdiq edirlər ki, budur. Hətta daha indi özünüz görmüşsünüz də kafe ustasında nətər işləyib aşağıda. Qəşəngdir. Problem yoxdur. Mən kafe ustasında problem görməmişəm. Pulun vermir. Qarajı işləyib də, 3 gündə işləyib pulun vermir. Alacağı da var, vermir. Tək o. Mənə gəlir ki, çox dəyərli ekspertlərimiz hamımız buradadır. Yoldaşlar, baxdınız işləri hamısına. İşimiz ələvarız davam edir hələ. Hələ davam edir. Yəni bunlarda indi bilməm hansındasa cavab var. Yəni çatmır, məsələn cavab verilir. Desən bunda da harda Termoskalar verir də. Dəyərli izləyicilərimiz, elə işin keyfiyyəti bax belə olmamalıdır. Baxın, bir-birinə dəyə bilər, istənilən an, işləyə bilər. Bir dəqiqə, uşaqlar, siz hamınız çəkilişə düşürsünüz, etiraz yoxdur? Yox, sən deyirəm mən, sən mənə lazım deyirsən. Elxan usta, çəkilişə bir etirazın yoxdur, bir problem yoxdur. Koridorda moddinglərdən istifadə edirlər, yəni kantlardan istifadə edirlər və bir mənalı şəkildə bunu da aboyun üstündən vurublar. Mən prosto eksperiment üçün bu otağa da gəlirəm, burada da gəlirəm. Görürsünüz, dəyərli izləyicilərimiz, hər yerdə aboyu vurublar və aboyun üstündən də lepka vurublar. Bütün koridorda.
Eyni bu hal, bu abo ilə bağlı olan hal, yəni bütün otaqların hamısında eyni formatdır. Həm də birinci mərtəbənin özündə də. Gəl sən prosəndə. Fikir versən, şükür. Burada bu otaqda aboy. Aboyun da üstünə vururlar lepkaları. Yəni sabahları bu aboyun birində, kraskasında, bu aboyun birinin kleyində bir problem yaransa, avtomatik olaraq bu lepkalar getirəcəklər işlərinin dalıcan. Tutaq ki, bu dəyəcəkdir də, haradasa aboy bunu saxlayacaq. Qardaş, bəs bu paduqaları nə saxlayacaq? Bu paduqa da yapışır, baxın. Gördüyünüz kimi eyni problemlər hər yerdə davam edir. Yenə aboylar və divar kağızları, gördüyünüz kimi, divar kağızlarının üstünə vurulan lepkalar. Yəni, gips moddinglər. Sahib, mən bunu cibimizə qoyun zəhmət olmasa. İlkin baxış nəticəsi olaraq, dəyərli izləyicilərimiz, mən ilk dəfə də belə bir şey görürəm. Nədir gördüyüm? Deməli, bu premium layihənin içərisində divarlar vardır. Divarlarda astar üzdüyü qatı vurulub və bunun vurulmaq tərzinə baxın zəhmət olmasa, artıq çürüyüb bu hissədə. Çürüyüb. Nəysə, şpatolkanın çürüməyini bir kənara qoyaq. Birinci aboy vurulub və aboyun üstündən lepka vurulub. Yəni bu yeganə buradadır. Yəni belə bir şey mən birinci dəfə görürəm. Yəni dəyərli izləyicilərimiz, bildiyiniz kimi lepka ilə, yəni bu gipsdir də, gipsin yapışdığı yer har olmalıdır? Astar və ya üzlük qatı. Yəni aralarında olan bu səth, bu aboy kleylənir və kleyin üstündən belə gips paduqa vurulmağı düzgün deyil. Yəni bu normal sayılmır. Yəni sabahları bu aboyun kleyində bir balaca problem olsa, içli soyuq məsələsi olsa, aboy qopsa, demək ki, aboy özü ilə bir yerdə bütün gipslərin hamısını, bu gördüklərinizin hamısını üzü bəri gətirəcək.